Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar, əziz forum iştirakçıları. Hər birinizi İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilatçılığı ilə məsuliyyətli mühasib konsepsiyası üzrə keçirilən İATM Forum 2026-da xoş gördük. Qeyd edək ki, bugünkü forum mühasibat üsulu sahəsinin hüdudlarını aşaraq etik məsuliyyətin, şəffaflığın və peşəkar dəyərlərin ön plana çıxdığı mühüm bir müzakirə platformasıdır. Çünki məsuliyyətli mühasib rəqəmləri sadəcə qeyd etmir, o, etimadı qoruyur, şəffaflığı təmin edir və iqtisadi sistemin dayanıqlığında mühüm rol oynayır. Forumumuzu açıq elan etmədən öncə, vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edir, bir dəqiqəlik sükutdan sonra vətənimizin himni səsləndiriləcək. Hörmətli qonaqlar, dəyərli rəhbərlər və forum iştirakçıları. Bugün biz burada çox mühüm və aktual bir mövzunu, məsuliyyətli mühasib konsepsiyasını müzakirə etmək üçün toplaşmışıq. Müasir dövrdə mühasib maliyyə uçotunu aparmaqla kifayətlənmir. O, təşkilatda şəffaflığı təmin edən, etimadı qoruyan və iqtisadi sistemin sağlamlığında mühüm rol oynayan əsas peşəkar fiqurlardan biri kimi çıxış edir. Məsuliyyətli mühasib anlayışı, peşəkar biliklərlə yanaşı, etik dəyərlər, dürüstlük və ictimai məsuliyyət prinsipləri üzərində formalaşır. Çünki düzgün aparılan uçot, düzgün qərarların əsasını qoyur. Düzgün qərarlar isə güclü və dayanıqlı iqtisadiyyatın formalaşmasına xidmət edir. Bu forumun əsas məqsədi mühasibat sahəsində məsuliyyət anlayışını daha dərindən dərk etmək, mövcud çağırışları müzakirə etmək və gələcək inkişaf istiqamətlərini birlikdə müəyyənləşdirməkdir. Bugün burada iştirak edən dəyərli mütəxəssislər və rəsmi qonaqlar öz bilik və təcrübələrini bölüşərək bu sahənin inkişafına mühüm töhfə verəcəklər. Əminik ki, İATM Forum 2026 yeni baxış bucaqlarının formalaşmasına, peşəkar əməkdaşlıqların qurulmasına və məsuliyyətli mühasib modelinin daha da güclənməsinə mühüm töhfə verəcək. İndi isə forumumuzun rəsmi hissəsinə başlayırıq. İlk çıxış üçün sözü bu möhtəşəm foruma ev sahibliyi edən və forumun işi üçün əvəzsiz dəstəkləri olan Bakı Avrasiya Universitetinin rektoru Dosent Səyavuş Qasımova verilir. Buyurun. Hörmətli Radil müəllim, hörmətli qonaqlar, dəyərli forum iştirakçıları, hər birinizi Bakı Avrasiya Universiteti adından səmimi qəlbdən salamlayıram və hər birinizə universitetimizə xoş gəlmisiniz deyirəm. Bugün biz bu foruma ev sahibliyi etməkdən böyük məmnunluq duyuruq və inanırıq ki, forum həm dəyərli spikerlərimizin çıxışları ilə, həm də ki, dəyərli müzakirələrlə həm təhsilin məzmununa ümumilikdə işimizə böyük fayda verəcəkdir və bu baxımdan forumun işinə uğurlar arzu edirəm. Biz Bakı Avrasiya Universiteti olaraq universitetimizin əsas missiyası beynəlxalq çağırışlara cavab verən, əmək bazarının cavablarına uyğun olaraq rəqabət qabiliyyətli insan kapitalını formalaşdırmaqdır. Yəni, müasir dövrdəki əmək bazarının çağırışlarına uyğun olaraq kadrların, yüksək rəqabətli kadrların hazırlanması bizim universitetin əsas missiyalarından biridir və biz bugün hal-hazırda həm ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparırıq və hal-hazırda universitetimizdə 4500-dən çox tələbə təhsil alır və dünyanın 20-yə yaxın ölkəsindən əcnəbi tələbələrimiz ali təhsilin hər 3 səviyyəsində təhsilini davam etdirir. Biz
inanırıq ki, bu forum əmək bazarı, təhsil və peşəkar mütəxəssislər arasında bir əlaqəni daha da gücləndirməsinə yardım edəcək. Çünki biz qeyd etdik, əmək bazarının tələblərinə uyğun olaraq kadrların hazırlanması üçün mütləq şəkildə təhsil universitetlərlə sənaye arasında, universitetlərlə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə böyük ehtiyac var. Artıq bu formul, əgər əvvəllər bu formul daha çox məsləhət üzərindən görülürsə də biz birlikdə təhsilin məzmununun müəyyənləşdirilməsində iştirak etməliyiksə, artıq dövr o dövrə gəlib ki, artıq biz məsləhətləşmə yox, konkret birgə məzmunun hazırlanmasında iştirak etməliyik. Yəni, universitetlər hal-hazırda əmək bazarında hansı bacarıqlara, ehtiyaclar varsa, təhsilinin məzmununun o şəkildə yenidən dizayn olunmasına böyük ehtiyac var. Bu baxımdan biz əmək bazarı ilə sıx əməkdaşlıq qurmaqda maraqlıyıq və bu istiqamətdə mühüm işlər həyata keçirilir. Sözsüz ki, bugünkü forumun əsas məzmunu ondan ibarətdir ki, bizim cəmiyyət mühasiblərdən nə gözləyir, hansı bacarıqları gözləyir? Bu suala cavab vermək kifayət qədər çətindir. Çünki bilirsiniz, biznes mühiti sürətlə dəyişir. Burada söhbət həm qanunvericilik baxımından, eyni zamanda rəqəmsallaşma baxımından, rəqəmsallaşmanın biznes mühitinə inteqrasiyası baxımından və eyni zamanda bu günümüz üçün daha aktual olan məsələlərdən biri texnologiyanın və süni intellektin inkişafının əmək bazarına ciddi şəkildə təsiri baxımından biz qiymətləndirməliyik. Bu dəyişikliklər fonunda biz görürük ki, həm ali təhsil müəssisələri, həm əmək bazarı nümayəndələri bu qlobal əmək bazarında baş verən dəyişikliklərə hazır olmalıdırlar. Bu çağırışlara biz cavab verməliyik. Biz hal-hazırda bu dəyişikliklər fonuna hal-hazırdakı cari vəziyyətə baxsaq görərik ki, əmək bazarının strukturunda belə sürətlə dəyişikliklər baş verir. 2025-ci il üçün bir statistik məlumat üçün diqqətinizə çatdırım ki, yəqin ki, bilirsiniz, 2025-ci il üçün dünyanın əmək bazarında təxmini əmək proseslərinin həyata keçirilməsi bölgüsü bu şəkildə. Təqribən 47% əmək proseslərini həyata keçirən insan əməyidir, 36-37% bu prosesləri həyata keçirən insan əməyi və robot və təxmini 21-22% isə tamamilə robotlar, yəni süni intellekt tərəfindən bu əmək prosesi həyata keçirilir. Ancaq yaxın gələcəkdə, yaxın 5 il ərzində bu struktur ciddi şəkildə dəyişəcək. Çünki biz baş verən proseslərdən görürük ki, yaxın dövr ərzində burada insanın əməyi ilə formalaşan əmək prosesinin həcmi düşəcək. Yəni, bu 47% olmayacaq, bu aşağı düşəcək. Bunun əvəzinə isə prioritet sahə kimi süni intellekt və robot, süni intellekt və insan əməkdaşlığı sahəsində işlərin həyata keçirilməsi prosesinə daha çox üstünlük veriləcək. Eyni zamanda çoxsaylı rutin işlərin avtomatlaşdırılması prosesi baş verir. Yəni artıq hal-hazırda 36-37% olan insan və robotun birgə həyata keçirdiyi proses daha da artacaq və bu isə əmək bazarının strukturunda ciddi dəyişikliklərin baş verilməsindən söhbət gedir. İkinci mühüm dəyişikliklər ondan ibarətdir ki, bugün əmək bazarında bacarıqları olan tələblərdə ciddi şəkildə dəyişikliklər baş verir. Artıq keçirilən sorğularda biz görürük ki, işə götürülənlərin böyük əksəriyyəti iş üçün müraciət elədikləri insanlardan gözlədikləri əsas bacarıq məhz analitik düşüncədir. Yəni, bütün işə götürənlərin böyük əksəriyyəti iş üçün müraciət eləyən insanlarda analitik düşüncənin olub-olmadığını yoxlayır. Yəni, bu düşüncəyə, bu bacarığa əmək bazarına daha da ehtiyaclar artır. Eyni zamanda biz əmək bazarında Dünya İqtisadi Forumunun 2025-ci ildə gələcəyin peşələri ilə bağlı hesabatında qeyd olunur ki, 2030-cu ilə qədər əmək bazarında mövcud iş yerlərinin 92 milyonu bağlanacaq və 78 milyon yeni iş yerləri açılacaq. Bu, ona gətirib çıxarır ki, hal-hazırdakı mövcud olan iş yerlərinin müəyyən bir hissəsi, peşələrin müəyyən bir hissəsi artıq ləğv olunacaq. Yəni, hansı peşələr ki, sadəcə rutin proseslərdir, onlar tamamilə avtomatlaşdırılacaq və
yeni peşə sahələri yaranacaq. Ancaq bəzi peşələr var ki, bunların funksiyalarında ciddi şəkildə dəyişikliklər baş verir. Müəyyən bir hissəsi tamamilə ləğv olacaq hal-hazırdakı peşələrin, müəyyən bir hissəsi var ki, onların funksiyalarına çox ciddi şəkildə dəyişikliklər baş verəcək. Bugünkü bizim forumumuzda məhz bu mühasibliyə həsr olunana görə bu mühasibatlıqla bağlı qeyd olunur ki, burada mühasiblikdə artıq funksiyalarının böyük əksəriyyət dəyişəcək. Əgər daha çox son dövrlərdə bunlar daha çox texniki funksiyalar həyata keçirirlərsə, yaxın 5 ildən sonra artıq mühasiblilərin həyata keçirdikləri funksiyaların əsas hissəsini strateji funksiyalar olacaq. Yəni bunlar məlumatları analiz edəcəklər, riskləri müəyyənləşdirəcəklər və bunun əsasında qərarlar qəbul edəcəklər. Sözsüz ki, bugünkü forumun mövzusu da kifayət qədər aktualdır, yəni bugünün çağırışlarına cavab verir. Mən inanıram ki, bizim peşəkar mütəxəssislərimiz bugünkü forumun mövzusuna həsr olunmuş məsələlərlə bağlı çox dəyərli fikirlər səsləndirəcək və bizlər üçün də faydalı olacaq. Çox danışmaq istəmirəm, bilirəm ki, tədbir kifayət qədər uzun, çox davam edəcək və sizləri yormaq istəmirəm. Yekunda forumun işinə uğurlar arzu edirəm. Təşəkkür edirəm diqqətinizə görə. Səyavuş müəllim, öz təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz tədbirimizin təşkilatçısı, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayevə verilir. Buyurun, Radil müəllim. Dəyərli Səyavuş müəllim, dəyərli Fuad bəy, dəyərli qonaqlar və şirkət rəhbərləri, hamınızı salamlayıram. Məsuliyyətli mühasib adlı İATM forumuna xoş gəlmişsiniz. Bu mənaya dəstək göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm. Əvvəla forumun təşkilatçılığında bizə dəstək göstərən Bakı Avrasiya Universitetinin rəhbərliyinə, başda Səyavuş müəllim olmaqla dərin minnətdarlığımızı bildiririk. Qeyd edim ki, bu tədbir zalında ilk tədbirdir. Tam yenidən təmirdən çıxmış bir zalı bizə ilk olaraq açılışını bizimlə oldu. Ona görə təşəkkürümü bildirirəm. Həmçinin məsuliyyətli mühasib mesajına dəstək göstərən bütün tərəfdaş təşkilatlara, o cümlədən başda Müsiyat Azərbaycan rəhbəri Fuad Kayhan bəyə, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevə, Keyfiyyət Assosiasiya İctimai Birliyinin rəhbəri Samir Novruzlu, Progress Business School rəhbəri Vasif Həmzatova, Baratsun şirkətinin idarə heyətinin sədri Erşən Rəhimova, MKS Akademinin rəhbəri Anar Bayramov, PSC Qrup şirkətinin rəhbəri Məhəmməd Balakişiyev, Azel Qrup şirkətinin rəhbəri Azər Göyüşova və bizi dəstəkləyən hər bir mühasib, bu sahədə tədrislə məşğul olan hər bir müəllim və təhsil ekspertlərinə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Azərbaycanın mühasibat məktəbinin formalaşmasında rolu olan hər bir təşkilata, o cümlədən Gənc Mühasiblər Birliyinin rəhbəri Solmaz xanım, özü burada üzülü səbəbə iştirak edəmədi, Elnur Osmanov, Ramin Ramazanov, öz ədəbiyyatları ilə dəstək olan MKS, Altay Cəfərov, Aydın Kərimov, hansı ki biz ilk vaxtlarda onun kitablarından bəhrələnmişik. Həmçinin bir neçə ildir davamlı keçirilən vergi və mühasibatlıq zirvəsinin təşkilatçıları Vüsal və Teymur Tuncay bəylərə təşəkkürümü bildirirəm. Fikrimcə, məsuliyyətli mühasib mənası yalnız İATM-a aid bir mesaj deyil, bu işdə töhfəsi olan hər bir şəxsə aiddir. İllərdir milli mühasiblər və digər adlarla toplanan hər bir aktiv elm adamına, millətimizin və vətənimizin bu sayədə inkişaf etməsini düşünən hər bir şəxsə minnətdaram və dəyərli qonaqlar, məsuliyyətli mühasib forumunun əsas ana məqsədi haqqında bir qısa məlumat vermək istərdim. Burada bizim məqsədimiz ölkəmizdə məsuliyyətli mühasiblərin və maliyyəçilərin və auditorların yetişməsidir. Öz vəzifə və öhdəliklərini düzgün şəkildə yerinə yetirmək və hesabatlıq mənasını daşıyan məsuliyyətli mühasib anlayışı əlbəttə ki, hər bir sahəyə aid ola bilər, eyni zamanda mühasibatlıq sahəsində də xüsusi bir önəm daşıyır. Çünki bugün dünyada istər dövlətə, istərsə də şirkət daxilində rəhbərliyə hesabat verən şəxslər məhz mühasiblərdir. Mühasiblər eyni zamanda gələcəyin maliyyəçiləri və auditorlarıdırlar. Əsas məqsədlərdən biri də mühasiblərin statusunun öz lazımi yerinin tutması, bu peşəyə və hörmətin artmasıdır. Ümid edirik ki,
sizlərin də dəstəyi ilə keçirdiyimiz bu cür tədbirlər mühasibatlıq peşəsinin nüfuzunun artmasına ciddi bir təsir göstərəcəkdir. Odur ki, bu forum sadəcə bir il içərisində keçiriləcək bir forum deyil, bunun hər il davamlı keçirməyimizi daim bizim həyat fəlsəfəmiz olan bir fəaliyyətə çevirməyini arzu edərdim. Hesab edirəm ki, məsuliyyətli mühasib mesajı burada bizə dəstək göstərən hər bir tərəfdaş təşkilatın ortaq fəaliyyəti olduğu üçün növbəti illərdə digər təşkilatlar tərəfindən, məsələn, Bakı Hesabat Mərkəzi, Baratsın, PSC Qrup, Azel və digər tərəfdaş təşkilatlar tərəfindən də təşkil oluna bilər və bizlər də onların növbəti illərdəki bu tədbirində iştirak edə bilərik. Dəyərli forum iştirakçılarım, fürsətdən istifadə edib İATM-in mərkəzimizin fəaliyyəti haqqında bir qısa məlumat vermək istərdim. İqtisadi Araşdırma Təhsil Mərkəzi 2009-cu ildə təsis olunmuş bir həm tədris mərkəzi və eyni zamanda konsalting mərkəzi olaraq fəaliyyətə başlamışdır. İlk illərdə sadəcə kurs kimi fəaliyyət göstərən müəssisəmiz, sonradan həm məsləhət xidmətləri göstərən konsalting, həm də audit xidmət göstərən bir müəssisəyə çevrilmişdir. Həmçinin 2017-ci ildən başlayaraq keçirilən Milli Mühasiblər Forumunun da əsas təşkilatçılarından biri olmuşdur. 2025-ci ilin noyabr ayında beynəlxalq simpozium keçirildi. Türk dövlətlərinin mühasiblər və auditorlar birliyinin formalaşmasında öz töhfəsini verdi. Artıq bunun bəhrələri görünməkdədir və inşallah çox yaxın zamanda bunun nəticələrini biz görəcəyik. Bugün İATM öz missiyası olaraq karyerasını düzgün yönləndirə bilən, məsləyini sevən, vicdanlı və əxlaqlı mühasiblər yetişdirməyi özünə hədəf seçmişdir. Əlbəttə ki, bu düşüncələr yalnız bizə aid deyil, fikrimizcə bura toplaşan hər bir şəxs bu düşüncədə ola bilər. Və bu forumun nəticəsində bütün tərəfdaş təşkilatlar da bu missiyanı, belə deyək ki, mənimsəyə bilərlər, seçə bilərlər və bu missiya ətrafında məsuliyyətli mühasib forumunun həm peşəkar mühasib təşkilatları tərəfindən, həm buraya toplaşanlar tərəfindən hamımızın bir missiyamız ola bilər. Bugün müəssisəmiz indiyə qədər 4000-dən çox mühasib yetişdirib, fərqli profillərdə fəaliyyət göstərən müəssisələrə, o cümlədən dövlət və özəl təşkilatlara yönləndirmişdir. İATM qurulan karyera mərkəzinə və bu işdə bizə dəstək göstərən bütün əməkdaşlarımıza təşəkkür edirəm. Eyni zamanda bizim karyera mərkəzimizin rəhbəri Nail Mikailova və onun o təşəbbüsü ilə bu işdə çox bir irəliləyiş əldə etmişik. Belə ki, 50-yə yaxın konsalting şirkəti ilə memorandum imzalanmış və 200-dən çox şəxs fərqli şirkətlərə mühasib olaraq yönləndirilmişdir. Çıxışımın sonunda bir daha hamınızı bu forumda aktiv iştirak etməyə dəvət edirəm. Bu platforma hamımızın olsun. Günün sonunda bir və bərabər mənəvi qida alacağımız əxlaqi dəyərlər çərçivəsində vətənə və millətə faydalı olmaq adına çox faydalı bir foruma imza atmağımıza inanıram. Sağ olun, Allah hamımızı bu yolda gözəl düşüncə və təfəkkür və gözəl nəticə və bərəkətli olan bir forum davamlı olmasını arzu edirəm. Sağ olun, minnətdarım. Biz də öz növbəmizdə Radil müəllimə təşəkkür edirik. İndi isə çıxış üçün söz Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevə verilir. Buyurun. Hamınızı salamlayıram. Birlikdə olmamıza görə hamıza bir daha təşəkkürümü bildirirəm. Mən Mehdi Babayev, Bakı Hesabat Mərkəzinin rəhbəri. İlk olaraq bu tədbirin əsas və vacib təşkilatçısı İqtisadi Araşdırmalar Tədris Mərkəzinin rəhbəri Radil müəllim Fəthulayevə öz təşəkkürümü bildirirəm. Həmçinin Bakı Avrasiya Universitetinin rəhbərliyinə də və burada əmək olan bu universitetin bütün belə deyək, tədbirdə dəstək olan şəxslərinə bir daha təşəkkür edirəm. Tərəfdaşların hamısına fürsətdən istifadə edib təşəkkür edirəm. Və təbii ki, sizin hamınızdakı bugünkü görüşlərini birlikdəyik. Təbii ki, bu forumun fərqli konsepsiyada, fərqli çağırışlarla gündəmə gətirilməsi məni çox maraqlandırdı, açığı deyim. Çünki standart formadan başqa bir formada, yəni daha çox mühasibin məsuliyyətini düşünərək
məsuliyyəti nöqteyi nəzərindən. Həm burada məsuliyyət dedikdə biz həm əxlaqi, mənəvi tərəflərini düşünürük, həm də onun maddi məsuliyyətini düşünürük, həm onun işində olan davranışlarını düşünərək belə bir forumun təşkil olunması qərarına gəlindi. Və deyərdim ki, bizim müasib peşəmizin xarakteri də bizi indidən sonra daha ciddi düşünməyə vadar eləyir. Bax, bütün dünyada qlobal bir rəqəmsal mühit yaradılıb. Məcburən yaradılıb və rəqəmsal dövlətimiz tərəfindən yaradılan rəqəmsal şərait artıq mövcudlaşır və get-gedə təkmilləşdirilir. Mühasibat sahəsində çoxlu elektron sistemlər yaradılır, elektron dünya qurulur və burada biz mühasiblərin məsuliyyətinə yenidən baxılmaq məsələsi ortaya gəlir. Hərçənd bizdə açıq etiraf eləməliyəm ki, çox mühasiblər məsuliyyət bu kontekstdə məsuliyyət məsələlərinə o qədər də ciddi yanaşmırlar. Bilirsiniz ki, praktik olaraq nə qədər biz məsələlər, mən auditoram, nə qədər məsələlərdə biz çatışmazlıqları görürük. Çatışmazlıqların əksəriyyətini gətirib mühasibin məsuliyyətinə calayırlar. Burada ciddi sənəd dövrələrindən gedir. Sənəd dövrələrinin düzgün qurulmasında, daxil intizamı formalaşmasında mühasiblərin məsuliyyəti daha çoxdur. Mən deyərdim ki, bəzən çox negativ fikirlər də söylənir. Hörmətli prorektor təbii ki, düzgün vuruladı. Bizim peşə öz funksiyasını, rolunu dəyişəcək, amma tarixin arxivinə getməyəcək. Amma əfsuslar ki, bəzi hətta dövlət məmurları tərəfindən belə bir fikir də eşitmişik ki, mühasibatlıq tarixin arxivinə gedəcək və bizi bu ruhdan salır. Biz heç məsuliyyəti olmağa da vadar etmir. Yəni, biz bunu da qarşısını almalıyıq. Fikrimi qısaca çatdırmaq istəyirəm, çünki bu açılış nitqidir. Biz öz məsuliyyətlərimizi dərk eləməkdə və bunu bu kontekstdə təşkilatlanmaqda biz geri durmamalıyıq. Təbii ki, indidən sonra artıq müasib, rəhbər və dövlət əlaqələrində bizim rolumuzu açıq etiraf etməliyik, bildirməliyik. Biz öz məsuliyyətimizin ciddiliyini, peşəmizin daha çox sahibkara lazımlığını biz bildirməliyik. Mən istərdim ki, bugün mesajlar, bugün bütün bizim çıxışlarımızın notu, necə deyirlər, süjet xətti bu istiqamətdə olsun. Təşəkkür edirəm hamınıza. İnşallah mən özüm də 4-cü paneldə elektron mühasibatlıq barədə ciddi, belə deyək, dəyişikliklərin olacağı barədə sizə məlumat verəcəm. İnşallah yaxşı olar. Təşəkkür edirəm bir daha. Mehdi müəllim, öz təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz Baratson şirkətinin idarə heyətinin sədri Elşən Rəhimova verilir. Buyurun. Salam, sabahınız xeyirli olsun. Bu kürsüyə gəlib çıxana qədər, maşallah, o qədər dəyərli insanlar fikir bildirdilər ki, mənim üçün həqiqətən də çətindir nələrsə deməyə. Məsuliyyət məsələsi o qədər önəmlidir ki, bura hazırlaşmağa gələndə düşünürdüm ki, mən nə ilə çıxacam, yəni bu təqdimatı nəyimə əsasən forumlaşdıracam. Girdim texnologiya zamanı olduğuna görə ChatGPT-yə. Bu arada Allah bütün ağsaqqallara can sağlığı versin. Atam mənə həmişə həyatda belə yəni öyüd nəsihət, bir nümunə, bir model olub. Görür ki, biz gənclər, övladlar hamısı bu ChatGPT-dən çox istifadə edir. İngiliscə bilmir deyə o ChatGPT deyə bilmir, çip-çip deyir. Deyir, bax gör, bala, çip-çip nə deyir orada? Mən də girdim bu çip-çipdə yazdım ki, mən çıxışımda nə danışım? Hamınız bilirsiniz bunu, o qədər yazışırıq ki, artıq sənin profilini bilir də, deyir, sən filan kəssən, sənə uyğun bu sözləri deyə bilərsən. Amma baxdım ki, yox, yəni nə qədər süni intellekt olsa da, yəni onun verə biləcəyi məlumat mənim bildiyim məlumat deyil də. O ümumi götürür internetdə kimlər nələr yazıbsa, oradan bir xülasə çıxardı, verir ki, hə, məsuliyyət budur, nə bilim, mühasibin işi ancaq o deyil, mühasibin işi ancaq bu deyil. Amma düşündüm ki, yəni mən bir özüm şəxsən, bir məsuliyyətli şəxs olaraq mənə bu ChatGPT olmasa, qoysam onu qırağa, özümdən bir ifadə vermək istəsəm, nə deyərəm, yəni biz bu forumda nə qata bilərik, hansı dəyəri verə bilərik? Düşünürəm ki, birinci növbədə biz bu zala belə deyək, bir bərəkət gətirməyimiz üçün mütləq qaydada bizi yaradanı xatırlamalıyıq. Çünki bir hədis var, deyir, bir cəmiyyətdə əgər oturub nədənsə danışarlarsa, amma Allahı xatırlamazlarsa, sanki bir leşin üzərindən durmuş olarlar. Mən düşünürəm ki, burada biz mövzumuza uyğun olaraq Zumar surəsindən 9-cu ayədən bir deməli Allahın gətirdiyi söz deyə bilərik. Deyir,
Qul hal yestawillezine ya'lemuna vellezine la ya'lemun. De, məgər bilənlər bilməyənlərlə eynidirmi? Yəni biz mühasiblər bilənlərik. Biz bilməyənləri bilmələri üçün yönləndirənlərik. Və burada mənə görə düşünürəm ki, mühasiblər müəssisənin rəhbərlərini bilgiləndirmədə məsuliyyət daşıyırlar. Əfsuslar olsun ki, biznesdə, mən özüm də uzun illərdir bizneslə məşğulam, fərqli bizneslarla məşğul olmuşam və gördüyüm odur ki, mühasibi nə zaman yada salırlar? Dar gündə. Heç kim yaxşı olanda mühasibi yada salmır. Yəni, biznes yaxşı inkişaf eləyirsə, pul varsa, nə bilim, satış varsa, mühasib lazımsız bir adam kimi baxılır. Əşi, orada nəsə eləyir də, deyərəm, hə, qoşub quraşdırar eləyər. Nə zaman mühasibi başlayırlar dəyərləndirməyə, vay, dar günə düşüb, pul yoxdur, nəsə uyğun gəlmir, problemlər yaranıb, hamısı başlayır yaxşı mühasib axtarmağa. Yəni, son bu 20 il peşəkar tədris fəaliyyəti ilə məşğul olduğumuz dönəmdə, müraciətlərdə mühasibə axtaranda deyirəm, neynirsən sən mühasibə? Ay, vallahi, aləm dəyib bir-birinə, burada qarışıb, nə bilim, vergi oradan, buradan, nə bilim, maaş çatdırmırıq, nə bilim. Yaxşı, sən bunu zamanında bu biznesi quranda niyə mühasibat çotunu düzgün qurmamısan? Niyə həmin o ağıllı, bilən mühasibi gətirməmisən? O sənin üçün işlərini düzgün təşkil eləyərdi, bu gündə də olmazdı. Ona görə düşünürəm ki, biz burada mühasiblərin məsuliyyətindən danışanda, mühasiblərin biznesa qatqısını nəzərə almalıyıq və özünün məsuliyyəti ilə digərlərini də məsuliyyətləndirməyə çağırmasından danışmalıyıq. Elementar, baxın, bir mühasib əgər ancaq kağız, küluz, rəqəm və s. və laxırla məşğul olacaqsa, onda onun qərar vermədə heç bir rolu olmayacaq. Düzgün mühasibatlıq, düzgün qərar deməkdir. Riskləri qiymətləndirmə deməkdir. Yəni, bunlar hamısı bilirik bunların hamısında. Düzdürmü? Etibarlılıq deməkdir, etimad deməkdir və s. və laxırdır. Yəni, qanunları bilmək deməkdir. Amma mən düşünürəm ki, bax, illərdir bu sözü eşidirik də biz. Mehdi müəllim də gözəl söylədi ki, qorxustururlar ki, birazdan mühasibatlığa ehtiyac olmayacaq. Bunu biz elə 20 il əvvəl də eşidirdik ki, get-gedə hər şey kompüterlaşdırılır, avtomatlaşdırılır. İndi adı dəyişdi də, düzdürmü? İndi AI deyirlər buna, süni intellekt deyirlər. O süni intellekt də nə olan şeydir görəsən? Hə, gəlib bizi əvəz eləyəcək. Xeyr, bizi əvəz eləməyəcək. O, bizim yerimizə düşünməyəcək. O, bizim üçün qərar verməyəcək. O, maksimum, yəni, bəzi məsələləri sürətləndirə biləcək. Olan məlumatları sürətli yığıb hansısa bir təhlil üçün data verə biləcək, amma qərar verə bilməyəcək. Çünki o qərar beyin məhsuludur. İnsanın məsuliyyəti ortada olur ki, mən bunu eləyim, yoxsa mən bunu eləməyim. Bu yaxınlarda bir mühasibatlıqla əlaqəsi olmayan bir şey deyəcəm. Bir xəbər portallarının birində deməli belə bir məlumat yayıldı ki, hansısa bir məsələyə görə bir şəxsi deməli məhkəmədə həbs eləyirlər və həmin zalda o həbs olunan məhbusun övladı da olur, yəni az yaşlı bir uşaq olur və hakim deyir ki, o uşağı çıxardın buradan. Niyə çıxardın? Deyir, hər ata öz övladı üçün bir qəhrəmandır. Mən istəmirəm ki, o övlad atasını qandallarda görsün. Yəni, hamımızın səhvi ola bilər, hamımız haradasa çaşa bilərik, səhv qərar verə bilərik. Bax, bu məsuliyyət dediyimiz, necə ki, o hakimdə, Allah ondan razı olsun. Necə ki, o ancaq qanunun hərfi ilə deyil də, hərəkət eləmir. Bunun içində vicdan var. O anlayır ki, bu uşaq bu travma ilə yaşamamalıdır. Eləcə də biz mühasiblər əslində şirkətin vicdanıyıq. Yəni, mən belə anlayıram. Mühasiblər şirkətin vicdanıdır. Nə olar, nə olmaz biz qanunla bilirik. Amma biz onu da bilirik ki, mühasibin əlində o debit kreditlə nə hoqqalar istəyən çıxarda bilərsən də. Gəliri artırmaq üçün öhdəliyini kreditdə öhdəliyə yazma, götür at onu gəlirin üstünə. Nə bilim, bu tərəfdən aldığın, deyək ki, verdiyin ödənişləri, qabaqla ödədiyin hansı bir avans xərclər var, hə, debitdə onu avans kimi göstərtmə, götür onu at xərcə və salam, sənin mənfəətin azalsın. Yəni, çox oyunlar görmüşük. Hətta dünya miqyasında olan, tanınan, məsələn, bu artıq belə sadə bir mövzudur əslində, amma xatırlatmaqda fayda var deyə düşünürəm. Məsələn, Arthur Anderson adlı bir şirkət vardı 2000-ci illərdə, 2000-ci illərin əvvəllərində
indi böyük dördlük deyirik, əvvəl o böyük beşlik idi ki, bu audit şirkətdə bu əksinə qoymamalıdır şirkətlər fırıldaqçılıqla məşğul olsun, amma axırda özü adı getdi düşdü o fırıldaq siyahıya. Yəni dünyanın 5-ci, yəni top 5-də olan şirkətlərdən biri bir günün içində etibarını itirdi. Yəni mühasib o şirkətin vicdanı deyəndə onun etibarını təmin edən bir şəxsdir. Çünki etibar itirilərsə, onu bərpa eləmək az qala mümkünsüzdür da, yəni. Bəlkə də çox uzun bir müddət lazım olacaq ki, onun əksini sübut eləyəsən ki, yox, mən yəni əslində etibarımı bərpa eləmişəm. Odur ki, buradan mən nəinki mühasibləri, hamını məsuliyyətli olmağa çağırıram. Bu forumun təşkilatçılığında əziyyəti olan, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Radil müəllim bizim üçün çox nümunəvi bir dostdur, qardaşdır. Bu peşəni sevdirəndir. Hər dəfə mənə şəxsən deyir ki, ay Elşən müəllim, siz qayıdın bu mühasibatlıq sahəsinə, siz bu qədər nə bilim iş görmüsünüz və s. Amma mən mühasibatlıqdan həqiqətən də tədrisindən bir xeyli müddət uzaqlaşdım. Çünki daha çox bizneslə məşğul olmaq istəyirdim və mənə görə mühasibatlıq biznesin dilidir. Yəni bu biznesi biz anlamaq istəyiriksə, biz mühasibatlığa müraciət edirik. Düzdürmü? Rəqəmlərə baxırıq, o hesabata, bu hesabata, nə bilim, burada niyə belə oldu, niyə elə oldu, ona əsasən qərarlar veririk. Radil müəllim həqiqətən də öz peşəsinin vurğunudur. Düşünürəm ki, biz hamımız bax burada əyləşənlər, mühasibat, yəni Azərbaycanın mühasibat camisinin qaymaqları burada əyləşib, yəni ustadlar, müəllimlər buradadılar. Hər birinə təşəkkürümü bildirirəm ki, səhər tezdən, bazar günü, yəni yatmayıb, yuxu almayıb, buraya yığışmışıq. Bu universitetin rəhbərliyinə də eyni zamanda təşəkkür edirəm. Çox gözəl bir zal formalaşdırıblar. Burada çoxlu xeyirli təşkil olunan tədbirlər olsun və buradan elm ocağı olduğuna görə Azərbaycanın gələcəyinə ancaq və ancaq müsbət töhfələr olsun. Çox sağ olun, təşəkkür edirəm. Biz də öz növbəmizdə Elşən müəllimə təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz Keyfiyyət Assosiasiyası İctimai Birliyinin sədri Samir Novruzluya verilir. Buyurun. Salam, əziz tədbir iştirakçıları. Təşəkkür edirəm Radil müəllim dəvətinizə görə. Əslində mən bu gün burada iştirak etməyin bir sual idi. Amma son anda yenə qərar verdik ki, bu önəmli bir gündə biz də burada iştirak etməliyik. Mən qabaqcadan bir hazırlığım olmayıb. Sadəcə məndən öncə danışan bizim qonaqların danışdıqları əsasında və mənim İATM-la və Radil müəllimlə əməkdaşlığımızın, yəni uzun müddətdir biz əməkdaşlıq edirik. Mən özüm biznes sahəsində olan bir insana, yəni belə deyək, bir sahibkaram. Sadəcə söz deyil, yəni danışan çox ola bilər, amma bunun bir də əməli tərəfi var. Radil müəllimgil bu günləri konsept olaraq üzə çıxardıqları, yəni bu gün müzakirə edilən məsələləri biz əməldə onlardan görmüşük. Mən bir sahibkar olaraq bu günləri Radil müəllimgilin yetişdirdiyi bir insan bizə mühasib olaraq işləyir. Mən o mühasibimizi ayağa qaldırmaq istəyirəm. Buradadır Ziya. Ziya müəllim hardadır? Təşkilatçılıqdadır, baxın. Mən ona təşəkkür eləmək istəyirdim buradan, yəni bir sahibkar olaraq. O, bizim təşkilatın, belə deyək, mənəvi ortağıdır. Həqiqətən çox fərqli bir yeri var. Ona görə ki, o insan bu məsuliyyət dediyimiz kağız üzərində yazıla bilər. Amma bir də bunun real həyatda qarşılığı vicdan məsələsi. Yəni, Elşən müəllim də qeyd elədi, vicdan olmasa, insan o məsuliyyətdə ola bilmir. Bu günləri mən Radil müəllimə təşəkkür edirəm ki, vicdanlı insanlar yetişdirirlər, mühasiblər yetişdirirlər. Və o vicdan onların çalışdığı yerdə öz işlərinə qarşı, öz vəzifələrinə qarşı həqiqətən çox məsuliyyətli olmalarına gətirib çıxarır. Mənim üçün mühasib çox önəmlidir. Həqiqətən çox önəmlidir, çünki biz ondan çox işləyirik mühasiblə
və demək olar ki, hətta bəzi anlarda düşünürəm ki, yaxınlarıma da deyirəm ki, mənə qəribə gəlir ki, görəsən o şirkətin sahibi mənəm, yoxsa bizim mühasibdir. Yəni, o dərəcədə məsuliyyətli yanaşır ki, işə, digərlərinə qarşı da, işçilərə qarşı da. Deyirəm ki, yəni, həqiqətən burada bir yetişdirmə çox önəmlidir. Və bu günləri Radil müəllimgilin qurduqları sistem belə vicdanlı, məsuliyyətli mühasiblərin yetişdirilməsinə gətirib çıxarır. Və çox sevindirici haldır ki, biz indi müəyyən iş görürük müəssisələrlə, tenderlərdə iştirak edirik və mühasib gəlir, deyir ki, filan təşkilatın indi ödənişlər var, alınmalıdır. Sami müəllim, filan müəssisənin mühasibi də bizim tələbəmizdir. Orada bizim yetişdirdiyimiz insandır və elə gözəl bir şəkildə anlaşırlar ki, heç bizim bu rəhbərlərin müdaxiləmizə ehtiyac qalmır. Və bu, həqiqətən bu vicdanın, bu məsuliyyətin nəyə gətirib çıxardığı işdə mən canlı sahibkar olaraq, belə deyək, validasiya eləmiş, öz üzərimdə yaşamış bir insanam və yaşamaqda da davam edirəm. Həqiqətən bu cür mühasibləri, bu cür məsuliyyətli, vicdanlı insanları bütün sahibkarlarımıza, necə deyim, arzu eləyəm ki, Allah hamıya belə bir mühasib nəsib eləsin. Mən ümid eləyəm ki, bu forum, bu tədbir davamlı olacaq və biz bir mühasibin olması gərəkən, belə deyək, digər xüsusiyyətlərini də müxtəlif tədbirlərdir. Birinci, məsuliyyətdən başlamışıq. Bunun dalınca digər məsələlər də müzakirə olunacaq və davam edəcək bu proses. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Üzr istəyirəm, yenə onu deyim ki, bu hazırlıqlı bir şey deyildi. Sadəcə həqiqətən ürəyimdə olan bir məsələlərdir. Bunu sizlə paylaşmaq istədim. Uğurlar hər kəsə, çox sağ olun. Təşəkkür edirik Samir müəllim. Təşəkkür edirik. İndi isə çıxış üçün söz Sinam şirkətinin direktoru Əbülfət Rəhimova verilir. Buyurun əfəndim. Əvvəla hamınızı salamlayıram və bu gözəl tədbirin təşkilatçılığında rolu olan, zəhmət olan hər kəsə minnətdarlığımı bildirirəm. Biz Sinam şirkəti olaraq həyatımdan, Radil müəllimlə uzun müddətdir əməkdaşlıq edirik. Yəni, mühasiblər forumlarının hər birində həm dəstək oluruq, həm də bir yerdəyik. Sual oluna bilər ki, yəni, bir şirkət kimi Sinam şirkətinin mühasibatlığına nə əlaqəsi var? Bizim ERP sahəsində çox gözəl sistemlərimiz var. Hansı sistemlər ki, hal-hazırda 600-dən yuxarı təşkilatda, həm universitetlərdə, nazirliklərdə, komitələrdə tətbiq olunur. Yəni, həm mühasiblərin yetişdirilməsində, həm də mühasibatlığın aparılmasında bizim 30 ildən artıqdır ki, bir təcrübəmiz var. Ona görə də Radil müəllimə də, həm də universitetin rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, belə bir gözəl tədbir təşkil ediblər. Məsuliyyətli mühasib deyəndə, mən bir direktor kimi deyərdim ki, yaxşı mühasib direktorun sağ əlidir. Yəni, əgər bayaq Barısın şirkətin rəhbəri burada qeyd elədi ki, yəni işlər yaxşı gedəndə mühasibi yada salmırlar. Ancaq özəl şirkətlərdə biraz əksinədir. Yəni, özəl şirkət bilir ki, əgər sənin işin yaxşı gedirsə, burada mühasibatın rolu 50-50-dir. Yəni, əgər rəhbərlik, işçilər iş aparırsa, onun 50 hissəsi mühasibindir. Çünki özəl sektorda mühasib həm də qərar verən bir insandır. Mühasib ancaq rəqəmlərlə işləməməlidir. Mühasib həmən müəssisənin işində, yəni onun gələcəyində, inkişafında iştirak edən bir adam olmalıdır. Mən biraz AI hissəsinə toxunmaq istəyirəm ki, çox az sual verirlər ki, bəs AI inkişaf elədikcə, yəni süni intellekt inkişaf elədikcə biz mühasiblərin, biz IT sektorunda işləyənlərin gələcəyimiz necə olacaq? Əslində, süni intellektdən başı çıxan, yəni o süni intellekti işlədə bilən, AI işlədə bilən işçilərə daha geniş yer olacaq. Düzdür, bütün rutin işləri görənləri, hörmətli rektor da burada qeyd elədiyi çıxışında ki, rutin işlər AI-ın üstünə düşəcək, süni intellektin üstünə düşəcək. Amma bu o demək deyil ki, yəni bizim çoxlu işçiləri biz ixtisar eləməliyik, yox. Biz düşünən mütəxəssisləri, bacarıqlı mütəxəssisləri, yəni AI mütəxəssislərini daha çox inkişaf eləyən mütəxəssisləri işə cəlb eləməliyik. Biraz statistikaya baxanda, yəni universitetlərin, mən bəzən deyəndə universitetlərin rəhbərlərinin xətrinə dəyir. Çünki biz hər il universitetlərdən istehsalat təcrübəsini tələbə götürürük.
hər bir universitet elə öz tədris proqramlarında bazara istiqamətlənməlidir. Yəni, əgər bugünkü bazara uyğun olmayan bir mütəxəssis buraxırsa, yəni o universitet mütləq proqramını dəyişməlidir. Həm mühasibatlıq sahəsində, həm digər sahələrdə. Hər il heç olmasa 150-140 tələbəyə biz istehsalat praktikası keçirik. Həm mühasibatlıq sahəsində, həm də informasiya texnologiyaları sahəsində. Çox təəssüf ki, o 140-150 mütəxəssisdən ancaq 5-ini, 3-ünü mən işə götürə bilirəm. Yəni, 3 il ərzində 23, 24, 25-ci illəri mən statistika kimi desəm, hər il 120, 130, 25-ci ildə 140 tələbəni biz istehsalat praktikasına nə istəyir bu? İstehsalat praktikasına cəlb eləmişik, yəni ona mütəxəssis ayırırıq, ona qüvvə ayırırıq. Bu hamısı təmənnasıdır. Yəni məqsəd odur ki, yəni oradan bazara uyğun, yəni ixtisasa uyğun tələbələr seçə bilək. Yəni dediyim kimi 3 il ərzində cəmi hardasa bir 15-16 nəfər belə seçmişik. Yəni mən demək istədiyim nədir? Yəni məsuliyyətli mühasib deyəndə tək məsuliyyətli mühasib yox, məsuliyyətli mühasib harda yetişir? Belə təhsil ocaqlarında yetişir. Yəni hörmətli rektor da eşidir. Yəni tədris planlarını, tədris proqramlarını mütləq bazara uyğunlaşdırmaq lazımdır. Mən informasiya texnologiyaları sahəsində deyirəm, məsələn, çox köhnədən qalmış proqram vasitələrini tədris edirlər. Ancaq bugünkü gündə ən son proqram təminatlarını eləmək lazımdır. Yəni çox başınızı ağrıtmaq istəmirəm. Bu forma uğurlar arzulayıram. Hər bir insana minnətdarlıq edir ki, doğrudan da bazar günü gəlib burada işləyirlər. Çox təşəkkür edirəm Radil müəllim sizə də, Siyavuş müəllim sizə də ki, belə bir gözəl tədbir təşkil etmişsiniz. Minnətdarlıq, sağ olun. Əbülfət müəllim öz təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz Müsiyad Azərbaycan İctimai Birliyinin İdarə Heyətinin sədri Fuad Kayhan bəyə verilir. Buyurun Fuad bəy. Sayın Rektörümüz Siyavuş Bey, forum teşkilatçımız Radil Bey, taraftar teşkilat temsilcileri, forumun sponsorları ve değerli katılımcılar. Hepinizi saygıyla, sevgiyle selamlıyorum. Hoş geldiniz. Mesuliyetli muhasip konsepsiyası üzere İktisadi Araştırmalar Tedris Merkezi Forum 2026'nın düzenlenmiş olmasından değerli buluyorum, hayırlı, uğurlu olmasını diliyorum. Değerli dostlar, benim temsil ettiğim Müsiyad İçtimai Birliği, Azerbaycan dahil olmakla dünyanın 84 ülkesinde 178 merkezde şubeleri bulunan uluslararası beynelhalk bir içtimai birlik, iş adamları birliğidir. Radil Bey ise Azerbaycan Müsiyad'ın hem üzvü hem yönetim kurulu üyesi hem de aynı zamanda Sosyal İnkişaf ve Eğitim Komisyonumuzun başkanıdır. Radil Bey bizim Müsiyad'ımıza, Azerbaycan Müsiyad'a çok büyük değerler katan bir arkadaşımız. Huzurunuzda kendisine desteklerinden dolayı da teşekkür ediyorum. Muhterem dostlar, Müsiyad bir iş adamı teşkilatı ve ben de bir iş adamıyım. Dolayısıyla benden önceki hatiplerin söyleyeceklerine ek olarak ben bir iş adamının bakış açısıyla, gözlemleriyle muhasibatçılık mevzusunda fikirlerimi sizinle paylaşmak istiyorum. Şimdi aslında 20 yıldır Azerbaycan'dayım. Azerbaycan lehçesiyle danışabilmeyi çok yaxşı bacarırım. Bunun yanında Azerbaycan lehçesiyle yapılan danışıkların hepsini de çok yaxşı başa düşebilirim. Ancak öz fikrimi böyle sizin gibi eziz konaklara tam aksettirebilmek için mecburen Türkçe lehçesiyle danışmak zorundayım. Umarım makul karşılarsınız. Hatta Türkiye'de de bazen 20 yıldır buradayım artık Azerbaycan lehçesine hakim oluyorum. Türkiye'de yaptığımız konuşmalarda da birbirine katıp Azerbaycan lehçesi, Türkiye lehçesiyle konuşunca oradaki dostlarımız da uyarıyorlar bazen. Kardeş sen hangi dilde konuşuyorsun diye. Ben de Azertürkçe diyorum. İkisini karıştırıyoruz birbirine. Şimdi sevgili arkadaşlar, devlet yeni kurulduğunda
devlet faaliyetini yürütmek için elinde olan tek seçenek vergi toplamak. Bu hepimizin bildiği, yeni kurulan devletlerin mecburen başvurmak zorunda olduğu bir hadise. Bu vergiyi de kurulmuş olan devletteki vatandaşların yaptıkları alım-satımlar, hizmetler, kazandıkları paralar, gelirler, bunların üzerinden vergi alarak devlet kendi hayatını, faaliyetlerini, eğitim, sağlık, güvenlik gibi her türlü organizasyonlarını finansmanda kullanmak üzere vergi sistemi diye bir sistem oluşmuş. Bu kuruluş aşamasında muhasipler ise, muhasebeciler, devlet içerisinde bulunan vatandaşlardan alacağı vergiyi hesaplayan, düzenleyen bir varlık, unsur, müessese olarak ortaya çıkmış. Ancak 21. yüzyılda muhasebeciliğin, muhasipçiliğin çok ayrı bir yeri, çok ayrı bir manası, anlamı var. Şöyle ki ben Türkiye'de genel literatürde olan bir mevzuyla bu durumu açıklamak istiyorum. Muhasebe nedir dediğimizde mali nitelikte, yani pulunan ifade edilen, mevzusu pul olan meselelerin kaydedilmesi, tasnif edilmesi, ayrıştırılması, ilk önce geydiyat, sonra ayrıştırılması, 3. merhalede rapor edilmesi, 4. merhalede ise rapor edilen muhasebetlikte, yani parayla ifade edilen olayların yorumlanması bilim ve sanat dalıdır. Yani aslında muhasebeyle iştigal eden insanlar, iş yerlerinin vergilerini hesaplayan insanlar değildir. O %10'u, %20'sidir ana faaliyetin. Muhasebeciler bir sanatçıdır, bir bilim adamıdır. Öyle ki şu anda örnekleme yapacak olursak, İstanbul'da bir şirkete ortak olacağınız, borsa üzerinden satın alacağınız veya New York'ta fark etmez. Şirketin genel durumu hakkında o ülkede yeminli mali müşavir dediğimiz o uzman profesyonel muhasiplerin denetiminde hazırlanmış bilançoları, gelir tablolarını inceleyerek onların altındaki imzalara, yeminle atılmış imzalara güvenerek şirketi hiç görmeden rahatlıkla satın alabilirsiniz. Yani muhasebecilik tek başına vergi hesaplamak değildir. Muhasebeci de tek başına vergi hesaplayan ve vergilerin ödenmesinde, strüktür hazırlanmasında görev alan insan değildir. Elbette ki muhasebenin ana mevzularından birisi budur. Ama asıl muhasebeci bizim gözümüzde, iş adamları gözünde, iş yerlerimizin adeta bir kumpasıdır, radarıdır. Kumpas, radar genelde uçaklarda olan bir şey. Yani vertolyotlarda ya da teyyare diyoruz burada. Evet, teyyarelerin gitmek istediği, gideceği rotalara ulaştıran bir sistematiktir muhasip. Basit, böyle kolayca yapılacak bir iş değildir. Tabii muhasipliğin de temeli bu üniversitelerde oluşuyor. Ben de Türkiye'de İktisat Üniversitesi okumuş bir insanım. Muhasipliğe aşina bir insanım. Hatta 10 yıl üzerinde Türkiye'de çeşitli mekteplerde, liselerde, üniversitelerde o zamanlar yeni çıkmıştı. Bilgisayarlı muhasebe, kompütürlü, ETA, logo, mikro, bunların işletim sistemleri ve programların tanıtılması konusunda da görevler almıştım 10 yıl süreyle. Hasbelkader ticaretle uğraşıyoruz. İş Adamları Birliği'nin de şu anda Azerbaycan'da temsilcisiyim. Muhasibatlığı çok önemsiyoruz biz iş adamları olarak. Bizim şirketlerimizin de adeta kompasıdır muhasebe, adeta radarıdır. Bizi gitmek istediğimiz yerlere götürecek programlamayı yapan insanlardır. Yani biz muhasebenin bize verdiği sonuçlara göre şirketimizin kaderini, geleceğini belirlemek ve ona göre adımlarımızı atmak mecburiyetindeyiz. Bunun için de tabii profesyonel muhasipler yetiştirilmesi gerekiyor. Bunu başta üniversitelerimiz, daha sonra Radil Bey gibi teşkilatlarımız aracılığıyla yapıyoruz. Ben hepinize teşekkür ediyorum iştirakınız için. Bu forumun çok verimli olmasını arzu ediyorum. Canı gönülden kutluyorum herkesi, tebrik ediyorum. Sağ olun.